Əziz dostlar, axşamınız xeyir olsun. 6 iyun 2025-ci il Alanya mərkəz Damlataş rayonu Kleopatra sahilindən sizi salamlayıram. Bugünkü gözəl videonu buradan çəkəcəm. Mən hər il ənənəvi olaraq sezonda Kleopatradan ən az bir dənə video hazırlayıram. Və bu ildə bu videom Qurban Bayramı gününə üst-üstə düşür, denk gəlir və bu münasibətlə bütün dünyada olan bütün müsəlmanları İslam aləmini Qurban Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Neçə belə bayramlara çıxasınız. Son dönəmlər mənim YouTube kanalımı takip edənlərin sayı çoxalır. Hamısını ürəkdən salamlayıram. Hamısına təşəkkür edirəm abunə olub izlədikləri üçün. Tezliklə inşallah 2000 takipçiyə ulaşacağıq. YouTube'da az qalıb və 2000 olduğumuz zaman inşallah yeni bir bu sırf 2000 olduğumuza görə xüsusi bir video çəkməyi düşünürəm və hər dəfə inşallah bunu davam elətdirərik. Bu ərazi isə Kleopatra çimərliyinin başlanğıcıdır. Bura park yeridir. Burada maşınları park eləyə bilərsiniz. Təhlükəsiz yerdir. Qarşıda Damlataş mağarası yerləşir. Ora gedək, oradan başlayaq. Sonra Kleopatra sahilində gəzib baxarıq. Yuxarıda gördüyünüz kimi teleferikdir, türk dilində funikulyor. Aparır insanları düz kalenin yuxarısına. Orada da gözəl mənzərəli yerlər var. Ta sıldırım qayaların üstündə bir dənə qardaş gəzir. Çox qayanın ucunda dayanıb, yəni Allah köməyi olsun. Doğrudan da həyatı ilə risk eləyir. Deyəsən şəkil çəkmək istəyir orada. Şəkil video üçün həyatını böyük risk atıb. Turistlər çoxdur. Bu videodan sonra da gözəl bir video olacaq. Şərhsiz. Alanyanın ən elit çimərliklərindən, otellərindən biri olan Deyvan Beach otel və çimərliyini çəkmişəm. Şərhsiz çəkmişəm. Bunu niyə görə vurğuluyorum? Çox adam deyir ki, Alanyada turist yoxdur, turist gəlmir. Və o cürlə bahalı və elit yerdən nə qədər insan olduğunu o videodan görə bilərsiniz. Burası Damlataş mağarasının girişidir. Burada Palm Beach deyilən bir yer var. Birinci çimərlik. Suvenir mağazaları. Artıq saat 8-ə qalıb 20 dəqiqə. İnsanlar yavaş-yavaş otellərinə, evlərinə doğru gedir. Axşam yeməyinin çünki vaxtıdır. Və gündüz əlbəttə ki, çox insan var idi. Havanın temperaturu 30 dərəcədən yüksək idi gün orada. 31-32 rahat var idi. Çimərliklər də inkişaf edir. Baxın, gözəl duş kabinlər düzəldilir. Yeni çimərliklər, o belə qəşəng restoranlar, biçlər. Hamısı inkişaf edir. Biri-birindən geri qalmamaq üçün, daha çox müştəri qazanmaq üçün hamısı inkişaf edir. Burada Palm Beach Club Alanya. Burada həm də gecə klubudur. Gecə klubu, yəni sahil klubu. Axşamlar bəzən bir dəfə gəlmişdim və musiqi səslənir, rəqs eləyirlər və s. İndi isə bu ərazilərlə qabağa doğru gedək. Biraz buralara baxaq. Birazdan Alanyada gecə əyləncə həyatı başlayacaq. Çox insan gecə klublarına, barlar sokağına və ya restoranlara, kafelərə üst tutacaq. Ümumi olaraq turistlər statistika haqqında desəm, yanvardan bu yana, yəni 2025-in ilk günündən bu yana 5 milyondan çox turist gəlib. Keçən illə müqayisə eləsə bu 1% azdır. Yəni, bəli, Türkiyədə qiymətlər çox yüksəlib. Həddindən artıq yüksəlib. Bu faktı sübutdur. Dünyada ən çox qiymət artımı statistikaya görə Türkiyədə olub. Amma bu heç də turistlərin gəlməsinə, yəni belə deyim, imkanı olanlar gəlir. Dünyada da yəni bu qiymətləri ödəyib gələ biləcək insan az deyil. Milyonlarla insan yenə də üst tutur. Çünki Alanyanı çox sevirlər. Bu haqda niyə bu qədər çox danışıram? Çünki çox videolar görürəm. Hamı deyir, Alanya bomboşdur, boşalıb. Belə deyəndə insanların ağlına gəlir ki, yəni bomboş, heç səsi yoxdur. Yəni qətiyyən belə bir şey yoxdur. Bəlkə kimsə gəlib buranı ən pik vaxtda görüb, insan qaynayır.
Sonra gəlib biraz az adam görüb. Bu o demək deyil, bomboşdur. Belə bir şey yoxdur. İndi daha da rahatdır. Daha da səviyyəli turistlər gəlir. Gözəl insanlar gəlir, istirahət edirlər. Yaşayırlar. Gözəl restoranlar açılır, kafeler açılır. Yeni binalar inşa olunur. Lüks villalar inşa olunur. Yəni inkişafın göstəricisi nə olmalıdır? Onu mən bilmirəm. Mən gördüklərimi yəni düzgün şəkildə göstərib deyirəm. Ev məsələsi, qiymətlərin düşməsi, bəli, evlər qiymətlər düşüb. Bu sırf başqa amillərlə bağlıdır. Oturma izninin olmaması, verilməməsi, banklarda faizlərin çox yüksək olması, bunlarla bağlı olan şeylərdir. 2 dənə balaca pişik balası var burada. Ya da o da uzun müddətdir, heç vaxt bu qədər davam eləməmişdi. Nə vaxtsa dövlətin öz əlindədir. İstədiyi zaman, istədiyi bir balaca qərar qəbul eləsə, hər şeyi %100 tam əksinə dəyişə bilər. Və o zaman qiymətlər yenə də 2, 3 qat, 4 qat yüksələr. Mən bunu şəxsən 6 ildir burada yaşayıram. 2 dəfə şahidi olmuşam. Pandemiya dövründə, ondan qabaq təyyarə qəzasında, yəni təyyarə hadisəsi olmuşdu. Rusiyada əsasən Rus turistlərin yolu bağlanmışdı və qiymətlər düşmüşdü. Sonra açılan kimi tam əksi qiymətlər 2-3 dəfə yüksəldi. Bundan da ağıllı yatırımcılar həmişə yararlanırlar. Və mən danışa gəldim gözəl bir restoran, kafe Okkoviçin ərazisinə. Okkoviç burada həmişə DJ oynayır, ifa edir. Burada bir maraqlı yerdir. Tam Kleopatranın başlanğıcında. Artıq insanlar çiməklikdən yığışırlar. Artıq oturub yemək, içmək, istirahət. Gün batımı olacaq birazdan. Ona görə kadr qaranlıq görsənə bilər. Burada da çox maraqlı bir hadisə baş verir. Deyəsən Rusiyalılardır, Rusiyalı turistlər. Havuzun kənarında musiqi qoyub, gözlərini yumub özlərindən çıxırlar. Yəni qeyri-adi rəqslər ifa edirlər. Çəkiliş eləmək də qadağandır. Yəni demək olar ki, gözünü hətta bağlayan var. Gözünü bağlayır və ağzına gələn hərəkətləri eləyir rəqs adı ilə. Biri yerdə uzanmışdır. Bilmirəm nə baş verir orada. Hipnoz eləyiblər onlar, nədir, stres atırlar, nə edirlər. Nəysə özləri bilər. Biz də çıxaq yavaş-yavaş yuxarı. Baxaq orada nə var, nə yox. Burası Kleopatra sahilinin park hissəsidir, infrastruktura. Buralardan həmişə videolar çəkirəm. Gözəl yerlərdir. Orada padel kortları var. Bir neçə dənə uşaqların oynaması üçün qumda atraksiyonlar, basketbol meydançaları, stol üstü tenis, trenajör alətləri, hər şey var burada. Baxın nə qədər adam var. Alanya da oradan da çox gözəldir. Bir çox ölkədən insanları özünə cəlb edir. Öz təbii gözəlliyi ilə. Burada hər şey videolarda əks olunur. Bu təbii gözəlliyidir. Təbii dağlar, ağaçlar. Yəni süni olaraq heç nə yoxdur.
Qarşıda Damlataş rayonu, otellər və apartlardır. Bunları hər dəfə təkrar deyirəm. Çünki yeni abunəçilərimiz var. Həm Azərbaycandan, Türkiyədən, eləcə də başqa ölkələrdən. Bir daha hamısını salamlayıram və təşəkkür edirəm abunə olduqları üçün. Bu da bizim böyük uşaq parkıdır. Uşaqların istədiyi hər şey burada var. Alanya'da bu yaxınlarda böyük bir obada, böyük bir arena qurulub, çimərlik arenası. Orada voleybol üzrə Avropa çempionatı olacaq. Qismət olsa gedib çəkəcəm. Bu da çimərlik voleybolu meydançasıdır. Və bu ərazidə gözəl fontanlar, axşamlar açıq olur. İnsanlar şəkil çəkdirirlər. Ətraf yamyaşıl. Alanya'nın gözəlliyinə aşıq olmaq olmamaq mümkün deyil. Hələ bu ərazilər, fikir verin, bunlar neçə il əvvəl təmir olunmuş yerlərdir də. Yəni kafellər, taxtalar artıq çox çürüyüb. Yəni mən əminəm ki, bələdiyyə bu əraziləri də sıfırdan gözəl şəkildə təmin edəcək. Təmir edəcək və buralar da daha da gözəl olacaq. Çünki biz artıq 6 ildir buradayıq və bura 6 ildir belədir. Bundan əvvəl də neçə illər belə olub. Yavaş-yavaş növbə burada gələcək inşallah. Burası isə tenis kortları. Uşaqlar məşğul olurlar. Böyük peşəkar tenis kortlarıdır. Gün yavaş-yavaş dağın arxasına keçdi. Batmaq üzrədir. Burada isə voleybol oynayanlar yığışıblar. Hər zaman bura dolu olur. İdmana burada hamı xüsusi önəm verir. Səhərlər məşq eləyirlər, qaçırlar, velosiped sürürlər. Təmiz hava, dağlar, oksigen boldur. Bu da imkan verir ki, sağlam həyat tərzi keçirsin. Ümumiyyətcə mən bu videoları paylaşıram. Əlbəttə çox adam istəyir istirahət eləsin, gəlsin Alanya'ya. İnşallah Allah hamıya daha gözəl yerlərdə yaşamaq, gəzmək qismət eləsin. Biz də bunun üçün əlimizdən gələni edirik. Mənzil, ev sahibi olmaq istəyənlər isə bizimlə əlaqə saxlaya bilərsiniz. Kleopatra sahilləri buradan bir neçə kilometr davam edir. Mən isə bu balaca parkı göstərərək videomu bitirəcəm. Belə əziz dostlar, Alanya Kleopatra sahili 6 iyun 2025-ci il bir daha bütün xalqımızın, bütün Türkiyə xalqının, Azərbaycan xalqının, İslam və müsəlman dünyasının Qurban bayramı mübarək olsun. Neçə belə bayramlara bu gözəl pozitiv video ilə sizə bayram təbrikimi çatdırdım. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.